Hər vaxtınız xeyir. Mən Xatirə Əzizxanlı, Dərs evi tədris mərkəzinin əməkdaşıyam. Bu yaxınlarda biz Kapital Bank ilə birlikdə valideynlər üçün bullying mövzusunda bir sıra vebinarlar keçirdik və bu mövzunun nə qədər vacib olduğunu gördük. İkinci vebinarımıza qoşulduğunuz üçün sizə təşəkkür edirik. Bugünkü mövzumuz çox vacibdir. Uşaqların bullying halında sosial rolları. Biz həmçinin valideynlərin rolları haqqında da danışacağıq. Uşaqların bullyingə necə cəlb olunduğunu və ümumiyyətlə bunun niyə baş verdiyini müzakirə edəcəyik. Və əlbəttə, uşaqlara hansı rolda olmalarından asılı olmayaraq necə kömək edə bilərik? Bu barədə danışacağıq. Çünki uşaqların məktəbdəki münasibətləri bir çox hallarda onların şəxsiyyətinin necə inkişaf edəcəyini müəyyən edir. Məktəbdəki zorakılıq halı, yəni bullying, ən çox diqqət tələb edən məsələlərdən biridir. Bu cür travmatik hallar şəxsiyyətin formalaşmasına həlledici təsir göstərir. Keçən vebinarda biz bullyingin nə olduğunu və onu digər anlayışlardan ayırd etməyi ətraflı şəkildə müzakirə etdik. Bir daha qeyd edək ki, bullying bir qrup uşağın öz gücündən istifadə edərək sistemli və məqsədyönlü şəkildə digər uşağa və ya bir qrup uşağa zərər vurması və ya buna cəhd etməsi halıdır. Bullyingdə tərəflər arasında güclər bərabər olmur. Bullying özündə həm aqressoru, yəni buller uşağı, həm də onu dəstəkləyən dəstəni, qurbanı və kənar müşahidəçiləri birləşdirən sosial bir sistemdir. Və bu sistemin hər bir iştirakçısının baş verənlərlə bağlı öz fikri var. Əlbəttə ki, bullyingi yalnız qurban və ya aqressorla deyil, həm də sinifin digər üzvləri ilə birgə sosial bir hadisə kimi nəzərdən keçirmək doğru olardı. Bullying təkcə qurbana təsir etmir. Bullerlər də travmaya məruz qalırlar. Bullying və aqressiyadan əziyyət çəkən insan özü də fərqli kollektivlərdə aqressor ola bilər. Eyni kollektivdə isə rollar sabit qalır. Amerikada keçirilən və 8-10 illik fasilələrlə siniflərdə aparılan tədqiqatlar göstərir ki, birinci araşdırmada olduğu kimi 8-10 ildən sonra ikinci araşdırmada da insanların rolu dəyişmir. Aqressorların 11% və qurbanların 12% sinifdə öz mövqelərini saxlayırlar. Digər məlumatlara görə, bullyingə qatılanların yarısından çoxu 5-10 ildən sonra da eyni rolları oynamağa davam edir. Lakin sosioloqlar və psixoloqlar hesab edirlər ki, rolun sabitliyi uşaqdan və onun bilavasitə xüsusiyyətlərindən asılı deyil. Sinifin strukturundan, yəni qrupun özündən asılıdır. Sinif strukturu nə qədər sərt olarsa, şagirdin kimliyindən asılı olmayaraq qurban və ya aqressor rolundan qurtulması bir o qədər çətindir. Ən çox yayılmış bullying formaları isə şifahi aqressiya, aşağılayıcı sözlər, söyüşlər, ləqəblər, kobud və təhqiramiz şərhlər, sosial aqressiya, alçaldıcı jestlər, etinasızlıq və nümayişkaranə təcrid olunmadır. Uşaqların 20%-i bir və ya 2 dəfə fiziki hücuma məruz qalıb. İnternetdə sinif yoldaşlarına qarşı zorakılıq barədə rəqəmlər daha da qorxuludur. Uşaqların təxminən 27%-i azı bir dəfə kiberbullyingə məruz qalıb. Mail qrupun verdiyi məlumatlara görə isə ümumilikdə bütün internet istifadəçilərinin 50%-dən çoxu kiberbullying ilə üzləşib. Beləliklə, bu problem eyni zamanda həm də böyüklərin problemidir. Bullyingdə bir neçə aydın rol olur. Rollar bunlardır. Buller, qurban, müşahidəçilər, bulleri dəstəkləyən və bəzən onu təhrik edən dəstə. Bullerlər sinifdə ünsiyyət qurmaqdan məmnunluq hissi keçirirlər. Onlar öz ünsiyyət dairələrini, bu ünsiyyətə olan ehtiyaclarını aydın şəkildə anlayırlar və bullying bu ehtiyacı ödəmək üçün daha çox vasitədir.
Bulli uşaqlar kollektivdə daha avtoritar, nüfuzlu olurlar. Bunun sayəsində dəstəni özlərinə tabe edirlər. Onlar həmişə haqlı olduqlarını düşünürlər. Onların kifayət qədər yüksək özgüvəni və iddiaları ola bilər. Maraqlıdır ki, onlar çox vaxt özlərini olduqlarından daha mehriban və ədalətli hesab edirlər. Qurban uşaqlar isə öz ünsiyyətlərindən məmnun deyillər. Onlar adətən asılı və bullyingin digər iştirakçılarından psixoloji cəhətdən zəif olurlar. Qurban olan uşaqlar çox vaxt özlərindən narazıdırlar və xüsusilə yeniyetməlik dövründə özlərini qəbul etmirlər. Belə uşaqlarda narahatlıq səviyyəsi, ünsiyyətdə çətinliklər və münaqişə səviyyəsi çox yüksəkdir. Dəstədə olan bulleri əhatə edən uşaqların isə sinifdə hörmətləri olur. Bu uşaqlar başqalarının onları qiymətləndirməsindən daha çox asılı olurlar. Bu səbəbdən də buller onları özlərinə tabe edir. Bəzən onlar özləri bulleri təhrik edərək qızışdıran tərəf rolunu alırlar. Lakin bu uşaqlar buller qədər avtoritar olmurlar. Bu da onlarda daxili narahatlıq yaradır. Məhz bu səbəbdən də dəstə üzvü kimi onlar bullying etməkdə maraqlı olurlar. Onlar qurbanı təhqir edir, döyür, açıq şəkildə onunla münaqişəyə girirlər. Bullerlər isə məqsədi seçir, planı düşünür və gərginliyi dəstəkləyirlər. Bullyingə müdaxilə etməyən uşaqlar heç kimi dəstəkləmirlər. Şahidlər neytral müşahidəçilərdir. Onlar da travmaya məruz qalırlar. Müşahidəçilərin özgüvəni yerində olur və onlar aqressorun təsiri altına düşmürlər. Nə qədər təəccüblü olsa da, bullying halı məhz bu tamaşaçılar üçün baş verir. Çox hallarda məhz onların hərəkətsizliyi bullyingin yaranmasına səbəb olur. Bundan əlavə, bullerlər çox vaxt bu neytral iştirakçıların iradəsini yerinə yetirənlərdir. Nə qədər təəccüblü olsa da, bullying halı məhz bu tamaşaçılar üçün baş verir. Çox hallarda məhz onların hərəkətsizliyi bullyingin yaranmasına səbəb olur. Bundan əlavə, bullerlər çox vaxt bu neytral iştirakçıların iradəsini yerinə yetirənlərdir. İstəsələr də, istəməsələr də. Onlar yüksək narahatlıq və dəhşətli qorxu yaşaya bilərlər. Lakin qurban halına düşməmək üçün bullyingə müdaxilə etmirlər. Uşağın hansı rolda olmasının əhəmiyyəti yoxdur. Hamı ilə işləmək və hər kəsə kömək eləmək lazımdır. Çünki sinifdə hamı bullyingdən əziyyət çəkir. Sosial bərabərsizlik məktəb bullyingi riskini artırır. Az təminatlı uşaqların bullying qurbanı olma ehtimalı daha yüksəkdir. Lakin eyni zamanda mürəkkəb kontingenti olan məktəblərdə sosial cəhətdən üstün olan şagirdlər də əziyyət çəkə bilərlər. Qurbana çevrilmə riski ailənin sərvət səviyyəsi ilə əlaqədardırmı? Xeyr. Belə ailələrdən olan uşaqlar da bullyingdən əziyyət çəkə bilirlər. Beləliklə, bullyingin hökm sürdüyü kollektivlərin psixoloji iqlimi bütün uşaqlara bu və ya digər formada mənfi təsir göstərir. Bəs niyə şirin şəkər balalar bir yerdən sonra bir-birinə qarşı bu qədər qəddar olurlar? Aqressiya tez-tez həmyaşıdları arasında statusunu artırmaq və ya saxlamaq, başqalarından üstün olmaq istəyi ilə izah olunur. Yadda saxlamaq lazımdır ki, hücuma məruz qalan birinin özündən daha zəif olanlara qarşı aqressiya göstərmə ehtimalı daha yüksəkdir. Çox vaxt uşaqlar bizə aqressoru sevmədiklərini söyləyirlər, lakin eyni zamanda onun kimi olmaq istəyirlər, çünki o soyuqqanlı və güclüdür. Gəlin aqressor olan və ya risk altına düşə bilən uşaqlar haqqında daha ətraflı danışaq. Valideynlər onlara necə kömək edə bilərlər? Bəzi fikirlərə görə bullerlər, aqressorlar çox vaxt avtokratik tərbiyə üslubu olan ailələrdən gəlir. Bu ailələr uşaqların ehtiyaclarına laqeyd yanaşırlar. Lakin bu o demək deyil ki, hər şeyin günahkarı valideynlərdir və məhz onlar uşağın aqressiyasının mənbəyidir. Əlbəttə ki, ailədəki münasibətlər, ümumiyyətlə münaqişələr bullerə təsir göstərir.
ailə üzvləri tərəfindən sıx təzyiq, emosiyaların iradəsinə qadağa, sərt iyerarxiya, mühüm məsələlərin və problemlərin açıq şəkildə müzakirə edilməməsi və digər psixoloji çətinliklər uşağı yığılan gərginliyi, aqressiyanı, fərqli bullying formaları törətməyə sövq edə bilər. Lakin müsbət və sabit atmosferin hökm sürdüyü ailələrdən olan, əvvəllər heç bir aqressiya göstərməyən uşaqlar məktəb mühitinə daxil olduqda birdən-birə bully rolunu oynamağa başlaya bilərlər. Bunun baş vermə səbəbi nədir? Əlbəttə ki, cəmiyyət içində ünsiyyət bacarıqlarının olmaması və emosiyaların ifadəsində yaşanan çətinliklərdir. Ümumiyyətlə, uşaq və gənclər arasında aqressiyanın çox sayda səbəbi var. Məsələn, cəmiyyətdə inamsızlığın yüksək olması. Uşaqlar və yeniyetmələr dünyaya daha çox düşmən kimi baxırlar. Daha sonra müəllimlərin təzyiqi, fənni və ya proqramı mənimsəmə imkanının olmaması səbəbindən qaynaqlanan zəif akademik göstəricilər və stress. Yaş dövrü və şəxsiyyət böhranları da aqressiyanın yaranmasında öz təsirini göstərir. Sağlamlıq problemləri və burada müəllimin mövqeyi də mühüm rol oynayır. Əlbəttə ki, şagirdlərə qarşı özü təhqir və aşağılamalar tətbiq edən müəllimlərin olduğu siniflərdə uşaqların bullyingə məruz qalma ehtimalı daha yüksəkdir. Müəllim bullying vəziyyətində kənar müşahidəçi mövqeyi də tuta bilər. Problemi bilir, amma müdaxilə etmir. Cəmiyyətdə dominant aqressiv davranışın həm televiziyada, həm də internetdə təbliği də bullyingin yaranmasına və aqressiyanın artmasına təsir göstərir. Gördüyünüz kimi səbəblər həqiqətən çox ola bilər və uşağın və ya yeniyetmənin belə mənfi hallarla mübarizə aparmaq üçün heç bir aləti olmaya bilər. Bəs bullying təcrübəsi aqressiv uşaqlar üçün nə ilə nəticələnir? Bu uşaqlarda empatiyanın inkişafı ilə bağlı problemlər əmələ gəlir. Yəni, başqalarının emosiyalarını anlamaqda çətinlik çəkirlər. Bu da sosiallaşma, ətrafdakılarla münasibət qurma, nevrotik vəziyyətlər və bəzi deviant davranışlara, yəni sosial normadan kənara çıxma hallarına səbəb ola bilir. O siniflərdə ki, şagirdlər və müəllimlər aqressiya və bullyingi müzakirə edirlər, hücumların sayı əhəmiyyətli dərəcədə azalır. Bullying əleyhinə proqramların yayıldığı ölkələrdə yeniyetmə aqressiyası nəzərə çarpacaq dərəcədə azalır. Unutmayın ki, bullying üçün hər şey bəhanə ola bilər. Çox vaxt fiziki qüsurlu və ya inkişaf qüsuru olan uşaqlar risk altında olur. Özgüvəni aşağı olan, təşviş səviyyəsi yüksək olan qapalı uşaqlar, inamsız fiziki görünüş cəhətdən hər hansı xüsusiyyətə malik uşaqlar bu qrupa daxildir. Bu, arıqlıq, köklük, çilli sifət, qulaqların xüsusi quruluşu və ağla gələn başqa hər şey ola bilər. Risk qrupuna müəllimlərin sevimlisi və ya əksinə kənarda qalan, akademik göstəriciləri aşağı olan və ya əksinə çox istedadlı uşaqlar da daxil ola bilər. Qurbana çevrilən uşaqları nə birləşdirir? Bu, aqressora müqavimət göstərmək, özünü müdafiə etmək və ona qarşı mübarizə aparmaq qabiliyyətinin olmamasıdır. Övladı məktəbdə bullyingə məruz qalan valideynlər nə etməlidir? Birinci və ən vacib məqam uşağınıza onun tərəfində olduğunuzu bildirməkdir. Övladınıza dəstək olun və onu sakitləşdirin. Yaxşı ki, hər şeyi mənə danışdın, baş verənlərdə sənin günahın yoxdur, sənə kömək edəcəm, belə olmamalıdır. Əmin şəkildə uşağınızla yaranan vəziyyəti müzakirə edin və ona növbəti addımlarını izah edin. Nə edəcəyinizi müzakirə edin. Sinif rəhbəri, müəllimlər və digər uşaqların valideynləri ilə danışın. Əgər vəziyyət ciddidir və sülh yolu ilə həll olunmursa, dövlət orqanlarına müraciət edin.
Onlar məktəb rəhbərliyinin hərəkətsizliyi ilə bağlı araşdırma aparacaq. Şagirdi başqa məktəbə və ya sinifə keçirmək məsələsini də nəzərdən keçirin. Bununla belə biz bilirik ki, valideynlərin vəzifəsi uşağa təkcə bullying halları baş verən zaman qorumaq və dəstəkləmək deyil, ümumiyyətlə ona digər uşaqlarla düzgün, sağlam ünsiyyət qurmağı öyrətməkdir. Çünki gündəlik həyatda o hələ də bir neçə dəfə qəddarlıq və aqressiya ilə qarşılaşacaq. Uşağa yox deməyi, təhriklərə və manipulyasiyalara uymamağı, problemlərini böyüklərlə danışmağı öyrətmək çox vacibdir. Vacibdir ki, uşaq əmin olsun ki, yaxınları onu göz ardı etməyəcək, əksinə çətin anında ona kömək edəcək və dəstək olacaq. Aqressiv uşaqların, bullerlərin valideynləri də övladına dəstək olmalıdır. Bunu eləmək çox çətin ola bilər, çünki onlar uşaqları kiməsə zərər verdiyinə və ya ağrı yaşatdığına görə qorxurlar və ilk və təbii istəkləri uşaqlarını ciddi şəkildə cəzalandırmaqdır. Bununla da günahkardan qisas almaq istəyini daha da gücləndirirlər. Uşaqların ünsiyyətə olan ehtiyaclarını ödəmək vacibdir. Ona görə də valideynlər onlara ilk növbədə ehtiyacları haqqında danışmağı və bu diqqəti kifayət miqdarda, lakin müsbət şəkildə almağı öyrətməlidirlər. Belə uşaqlara başqa insanların sərhədlərinə hörmət etməyi və ümumiyyətlə empatiya göstərməyi öyrətmək son dərəcə vacibdir. Kitabları, həyatda baş verən hadisələri müzakirə etmək, bu və ya digər qəhrəmanın davranışına və ya hisslərinə əslində nəyin təsir etdiyini təhlil etmək faydalıdır. Unutmayın ki, buller uşaqlar kollektivin ona verdiyi rolu icra edirlər. Uşaq kollektivində birlik yoxdursa, kollektiv özü hər hansı bir vasitə ilə lideri uşaqları birləşdirməyə təhrik edə bilər. Bullyingin bu məqamda oynadığı rol məhz budur. Ona görə də əgər övladınız digər uşaqları birləşdirməyə və təşkilatlandırmağa meyillidirsə, aşkar liderlik keyfiyyətləri, ünsiyyət bacarıqları nümayiş etdirirsə, ona uşaqlıqdan digər uşaqların istəklərinə diqqət yetirməyi, habelə onların fəaliyyətini məhsuldar şəkildə təşkil etməyi öyrətmək vacibdir. Belə uşaqlar komanda oyunlarında və ümumiyyətlə idmanda yaxşı nəticələr göstərir. Özləri özünə fəaliyyət qrupları təşkil edə bilirlər. Vacibdir ki, məhz onlar hamı üçün ədalətli və təhlükəsiz qaydalara riayət edilməsinə nəzarət etsinlər. Siniflərində bullying hallarının şahidi olan uşaqlar da onların dəstəyini almalı və ən pis şeyin hərəkətsizlik olduğunu başa düşməlidirlər. Əgər bullyingə məruz qalan başqasının uşağıdır deyə valideynlər bu vəziyyətə məhəl qoymur, hamıya buna fikir verməməyi və aqressordan uzaq durmağı təklif edirlərsə, onların uşaqlarında qaçınma davranışı formalaşır. Nə olur olsun, qarışmama siyasətini saxlamaq. Bu, bullyinglə mübarizə üsulu deyil. Üstəlik, bullying halı təkrarlanmağa meyilli olduğundan belə uşaqlar qurban roluna düşsələr, məsafə saxladıqlarına və ya düzgün davranmadıqlarına görə özlərini 2 qat günahkar hiss edirlər. Düşünürlər ki, bullyingi özləri təhrik ediblər. Şahidlər öz dəyərini və vacibliyini anlamalıdırlar. Belə ki, qrup qaydalarının pozulmasına qarşı çıxmaqla onlar bullying halına son qoymağa kömək edə bilərlər. Ümumiyyətlə, belə uşaqların öz əhəmiyyətini hiss etmələri vacibdir və valideynlər onların üzərinə daha çox məsuliyyət qoymalıdırlar. Müəyyən vəziyyətdə seçim imkanı verməkdən çəkinməməlidirlər. Onlar nə qədər cəsarətli olsalar, bullyingə qarşı durma şansları bir o qədər yüksəkdir. Əziz valideynlər, biz dayanmadan vurğulayırıq ki, bullying konkret şəxslərin deyil, kollektivin problemidir. Bu səbəbdən əgər qurban və ya bullerlər
bullying yaradan daxili çətinlikləri həll etmədən, vəziyyətdən çıxma yolunu anlamadan, yeni adekvat ünsiyyət alətləri tapmadan başqa sinifə keçərlərsə, onların yenidən eyni sosial situasiyaya düşmə ehtimalları böyükdür. Bullying halında hər kəs həmin situasiyanın tələb etdiyi rolu tutur. Amma hər kəs ondan çıxa bilər. Buna görə də bütün valideynlərin uşaqları arasında ünsiyyəti yaxşılaşdırmaq üçün birlikdə işləməsi çox vacibdir. Aqressor uşağa və ya onun ailəsinə qarşı zorakılığa başlamasınlar. Qurbanlara müstəqil şəkildə və düzgün reaksiya verməyi öyrətmədən hamı onu müdafiə etməyə çalışmasın. Uşaqlara nə baş verdiyini anlamadıqda kömək etsinlər ki, kollektiv daxilində ünsiyyəti nizamlaya bilsinlər. Bütün uşaqlar birlikdə bullyingin nə olduğunu başa düşdükdə münaqişə, mübahisə, zarafat və bullying halını ayırd etməyi öyrənirlər. Öz qruplarında təhlükəsiz ünsiyyət qaydalarını başa düşürlər. Sinifdə sağlam atmosferin olub-olmamasına görə öz məsuliyyətlərini dərk edirlər. Bu halda bullyinglə mübarizə daha asan olur. Unutmayaq ki, uşaqlar arasında ünsiyyəti asanlaşdıran valideynlərdir. İlk növbədə, əgər onlar özləri ünsiyyəti fəal şəkildə dəstəkləyirlərsə, başqalarının sərhədlərini hörmət edirlərsə, həm digər valideynlərlə, həm uşaqlarla, həm də müəllimlərlə mehriban və pozitiv ünsiyyət qurmuş olurlar. Və məhz böyüklər arasında ünsiyyətə həsr olunmuş növbəti webinarımızda bu mövzunu müzakirə edəcəyik. Sizinlə valideynlərin digər valideynlərlə konstruktiv ünsiyyət qaydalarını münaqişə baş verərsə, sülhü necə qoruya biləcəyini, müəllim buller olduğu təqdirdə və ya uşaqlar müəllimi bullyingə məruz qoyduqda verilməli olan reaksiyaları müzakirə edəcəyik. Diqqətinizə görə təşəkkür edirik. Hələlik.